Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü mövzumuz Türkiyənin Altay tankıdır. Məlum keçdiyimiz günlərdə Altay tankının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına verildi. Bu videoda Altay tankının yeni görüntülər üzərindən zirehini analiz edəcəm. Bu gördüyünüz Altay tankının yığım mərhələsində olan gülləsidir. Bu işarələdiyim boşluqlar isə onun zirehinin yerləşdiyi bölgələrdir. Güllənin sağ hissəsində bu boşluğun genişliyi təxminən 800 mm qədərdir. Lakin tankın zirehi bu boşluğu tam əhatə etmir. Nera zirehin genişliyi bu ara kəsməyə qədərdir. Çünki ara kəsmənin arxasında bu boşluğa tuşlayıcının termal nişangahı yerləşdirilib. Bu gördüyünüz nişangah burada yerləşir və nişangah da göründüyü kimi xeyli yeri əhatə edir. Tankın nera zirehi bu qutu formasındakı boşluğun içərisində yerləşir. Buranın qalınlığının 600 mm olduğunu təxmin edirəm. Əlavə olaraq təxminən 40 mm qalınlığında zirehdə termal nişangahın arxasında yerləşir və güllənin bu hissəsindəki ümumi zireh qalınlığının 600 mm olduğunu təxmin edirəm. Güllənin sol hissəsində isə zireh bir qədər geri çəkilib və hər iki tərəfin genişliyinin tənzimlənməsi üçün ön hissəsinə baqaj quraşdırılıb. Məsələn, sağ güllədə arxasında termal nişangah yerləşdiyi üçün nera zireh irəlidə yerləşir. Sol güllədə isə geridə. Beləliklə dizayn bu şəkildə irəli-gerili olurdu. Buna görə də ya sol zirehdə irəli çəkilməli, arxasında boşluq saxlanmalı, ya da ön hissəsinə baqaj qoyulmalı idi və beləliklə baqaj qoyuldu. Bunun qorunma baxımından elə bir təsiri olmasa da, bu formada irəli-gerili tankın gülləsi pis görsənirdi. Altayın sol güllə zirehi sağ güllə zirehindən xeyli qalındır. Güllənin bu hissəsində zirehin ümumi qalınlığının 750-800 mm olduğunu təxmin edirəm. Əlavə olaraq bu zirehin önünə baqaj quraşdırılıb. Bu baqaj kumulyativ mərmilərə qarşı boşluq effekti yaradır. Nəticə olaraq Altayın ön güllə zirehi yetər qədər qalın deyil, incədir. Bu halda tankın gülləsi tank əleyhinə kinetik və kumulyativ mərmilərə qarşı çox güclü zireh qatıları ilə təchiz olunmalıdır və tankın bu zirehi yüksək bucaq altında əyimli yerləşdirilməlidir ki, onun çatışmazlığı aradan qalıqsın və yetər qədər qorunma əldə etsin. Lakin bu tankın həm güllə, həm gövdə zirehinin nə şəkildə yerləşdirildiyi və bu zirehin hansı materiallardan ibarət olduğu bilinmir. Buna görə də tankın zireh müdafiəsinin hansı səviyyədə olduğu da bilinmir. Tankın ön gövdə zirehinə gəldikdə isə bu gördüyünüz boşluq Altayın ön üst gövdə zirehinin yerləşdiyi bölgədir. Zirehin bu boşluğu tam əhatə etdiyini sanmıram. Çünki göründüyü kimi bu boşluq çox genişdir. Buranın böyük hissəsi zireh, qalan hissəsi isə boşluq ola bilər. Məsələn, 600-700 mm zireh, qalan hissəsi isə boşluq ola bilər. Tankın üst zirehi qalın olsa da, alt zirehi çox incədir və beləliklə tankın gövdəsində zəif bölgə yaranır. Gövdə tavanında isə sürücünün ətraf bölgələri təxminən 30 mm-lik zirehlə qorunur. Bu zireh düzünə gələn atışları yayındıra bilsə də, yuxarıdan gələn zərbələrə, məsələn, Spike kimi tank əleyhinə raketlər olsun, eləcə də dron hücumlarına qarşı çox zəifdir. Tankın yan gövdə zirehi isə təxminən 40-50 mm-dir. Yan hissədən gələcək kumulyativ mərmilərə qarşı tankın yan ətəkləri boşluqlu zirehlə təchiz olunub. Tankın yan güllə zirehi yan gövdədən fərqli olaraq daha qalındır. Ekipajın yerləşdiyi hissələrin zireh qalınlığının 300 mm qədər olduğunu təxmin edirəm. Əlavə olaraq bu zirehin çölündə baqaj yerləşdirilib. Bu baqajlarda həm təminat daşımaq mümkündür, həmçinin kumulyativ mərmilərə qarşı boşluqlu zireh kimi də istifadə oluna bilir. Bu işarələdiyim boşluqlar isə güllənin güc bölməsi və sursat bölməsidir.
Altayda sursat bölməsi ilə ekipaj bölməsinin arası qalınlığının 40 mm olduğunu təxmin etdiyi metal zirehlə bağlıdır. Sursat bölməsinin qabağında açılıb bağlanan qoruyucu qapaq yerləşir. Doldurucu hər dəfə mərmi götürdükdə bu qapaq açılır, mərmi götürüldükdən sonra yenidən bağlanır. Beləliklə bu zireh ekipajı sursat bölməsində baş verən partlayışdan qoruyur. Altay ən qalın qüllə tavan zirehi olan iki tankdan biridir. Digəri Merkava Mark 4 tankıdır. Altayın qüllə tavan zirehinin qalınlığı təxminən 150-200 mm arasında dəyişir.